Verilişin baş sponsoru Berga çayları. Xüsusi sponsor Chipsim chipsləri. Özel. Bir özeldən daha salam olsun hər kəsə, hörmətli tamaşaçılarımız, hamınıza xoş axşamlar arzuluram. Əminəm ki, bu belə olacaq, çünki tez-tez mənə şərhlərdə yazırsınız, onu qonaq çağırın deyə, Zeynəbi qonaq çağırın deyə, Zeynəbi qonaq çağırın deyə və budur, qarşınızda şəxsən özüdür Zeynəb Həsənin, sən bizə xoş gəldin, özü təp-təzə, eksklüziv mahnınla. Təşəkkür edirəm Kazım, salamlayıram səni, tamaşaçılarımızı salamlayıram, bütün komandanı salamlayıram. Bəli, ilk olaraq elə sənin verilişində ifa etdim bu mahnını. Mənim üçün də yenilik olar, çünki çox sevirdim sənin verilişini. Çox təşəkkür edirəm. Bilirəm ki, sən zövqün olaraq, yəni zövqün necədir, onu hər kəs bilir. Demişəm də sənə telefonda. Demişdim də sənə telefonda, özün bilirsən. Və mən də dəvət etməyin təbii ki, mənim üçün də çox xoş oldu, sənin verilişində olmaq. İnşallah ki, bu veriliş boyu darıxmarıq, sıxılmarıq. Mən də əminəm, bugün Zeynəbdən ən şit mahnılarını və bu mahnıları müşayiət edən Vagif Mustafazadə adına Uşaq İncəsənət Məktəbinin ASL rəqs qrupunun rəqslərinin, şoularının, performanslarını izləyəcəksiniz. İlk rəqsdə də fərqli bir geyimdə gördüm.
Aysel rəqs qrupunu. Çox istedadlı gənclərimizdir. Mən istəyirəm Zeynəb, sən onları tək buraxmayasan. Ümumiyyətlə, rəqsə həvəsin var? Rəqs etməyi sevirsən? Rəqsə, hə, uşaq vaxtı gedirdim rəqsə, uşaq vaxtı rəqsə getdim. Amma ürəyim istəmədi də, yəni ki, qalım o sənətdə. Amma çox sevirəm, yəni rəqsin özü də bir mədəniyyətdir, incəsənətdir, bəli. Əlbəttə, o hər insan var ki, musiqi duyumu o qədər zəifdir ki, o ritmlə oynaya bilmir, rəqs edə bilmir. Və rəqqaslar da maşallah, yəni ən duyumlu, ən gözəl insanlardır ki, çünki hissiyatla rəqs eləmək tamam başqadır. Mən yəqin ki, rəqqasələrimiz kimi hissiyatlı rəqs edə bilmərəm, belə özüm üçün belə elə. Hə, yəni qoşularsan onlara, yəni onları tək qoyma. Mən də çalışacağam sənə qoşulun və birlikdə tamaşaçılarımıza gözəl bir axşam şousu təqdim edək. Aysel rəqs qrupu, çox minnətdaram sizə. Birazdan növbəti mahnılarda görüşmək ümidi ilə buyurun dostlar. Eyni zamanda bugün Zeynəb Həsəninin mahnılarını müşahidə edəcək. Yolçu Bənd komandası da bizimlədir. Yenə də çox istedadlı gənclər, çox istedadlı musiqiçilər. Siz də xoş gəlmişsiniz. Zeynəb, təzə mahnı uğurlu olsun. Elə az öncə dinlədiyimiz Sənubər. Bəli, bəli. Bu gözəl sənətkarımız Kəmandar müəllimin ifasında olub Sənubər. Çox sevirdim. Biraz mən uşaqlıq vaxtımın da mahnılarıdır. Çox xoşlayırdım. Əslində bu ola bilər ki, biraz orta yaşlı insanlar bu mahnını bəyənir. Amma nəsə çox qəlbimə yatırdı da bu mahnı. Ancaq dinləyirdim, amma ifa etməmişdim. Belə el şənliklərində ifa eləmişdim. Canlı olaraq amma yəni. Bunu, hə, canlı olaraq. Amma bunu yeni aranjmanda İsmail müəllimə təşəkkür edirəm. İsmail, çox sağ ol, əziyyətimizi çəkirsən. Gözəl aranjmanda bir çox belə bu tip mahnıları həmən an qaçıram İsmailin yanına ki, mənə gözəl bir şey elə bunda. Hətta hər mahnının öz aranjmançısı var da. İsmail, təşəkkür edirəm. Çox gözəl bu mahnını ərsəyə gətirdi. Təşəkkür edirəm, minnətdarım. Və çox sevərək də ifa elədim. Növüm inşallah ki, bəyənərlər. Gözəl alınıbdır. Bu arada retro mahnılara müraciət eləmək, onu yenidən yaşatmaq bu çox gözəldir. Yəni, məsəl üçün, bugünkü nəsil, sənin tamaşaçıların, gənclər, orta nəsil, yəni hansı ki, o mahnıları eşitməyiblər, siz ifaçıların öhdəsində həm də bu da var ki, musiqini yaşatmaq. Yəni, illər keçəcək, sənin də mahnılarına müraciət edəcəklər. 20-30 il sonra gələn nəsil. Gərək mən elə mahnı ifa edim ki, gələn nəsil də mənim etdiyim mahnıları, yəni müraciət eləsin mahnılara. Düzdür, bəzən qınıyırlar, bəzən neynirlər, amma mən, vallahi, mən özüm muğamı bitirmişəm. Bakaladakı Samir Cəfərovun yanına getmişəm və tələbəsi olmuşam. Çox da qürur duyuram. Salamlayıram sizi buradan, dəyərli müəllimim. İllərdə o qədər bəstəkar mahnılar ifa elədim, xalq mahnısı, muğam oxudum, önə çıxmadım. Amma mən belə mahnılar ifa edəndən sonra insanlar məni tanıdı və artıq öz sözümü deyəndən sonra artıq mən başladım. Bəstəkar mahnılarda ifa edirəm, efirlərdə və muğam da ifa edirəm ki, yəni mən bununla tanına bilərəm, amma əsli budur. Yəni inşallah ki də, nə bilim, gələcək nəslə bir örnək olarıq. Mən Zeynəb Həsənlidə ən xüsusi qiymətləndirdiyim bir xüsusiyyət var, bir xarakteri var. Təbii ki, ifaçı, yaxşı ifaçı ola bilər, məsəl üçün. Amma yaxşı ifaçı olmaqla yanaşı Zeynəbdə ən xoşladığım xüsusiyyət özünə sayğıdır, özünə hörmətdir. Mən hələ bu sayğını, bu hörməti bir 10 il bundan öncə görmüşdüm. Zeynəbin bəlkə özü xatırlamır, amma mən orada gördüm ki, insan özünə hörmət edir, insan özünə sayğısı var və qarşı tərəfdən də bunu istəyir. Dostu da ola bilər bu onun rəfiqəsi də ola bilər, bu onun getdiyi televiziya proqramında aparıcı tərəfdən də ola bilər. Bu məndə sən tərəfdən ən xoşuma gələn xüsusiyyətdir. Yəni, sən özünə hörmət edirsən. Bu çox yaxşı bir xüsusiyyətdir. Siz onu, məsəl üçün, elə qəbul edirsiniz, doğru olaraq qəbul edirsiniz. Necə var? Bəli, necə var, elə qəbul edirsiniz. Çünki siz o baxış açısı ilə baxırsınız mənə ki, bu xanım özünə hörmət qoyur. Bəli. Amma başqa gözlə baxan insanlar... Özündən razı. Özündən razı. Başa düşdü. Bu bəzən kənardan belə görünür, bəli. Amma mənim elə insanlar olub ki, mən oturmuşam, bir dənə bir səmimiyyət yaradan, məsələn, müğənnidir. O da səmimiyyət yarada gəlir, çox deyir, gülür, çox ünsiyyət yaradır. Deyirlər bunun hərəkətləri, bu nə deyir, bayaqdan dişləri açıq qalıb. Ayda, necə özünə hörmət qoymur? Bəs mən necə eləyim o zaman? Bəs mən necə eləyim? Hansını eləyim? Gülürsən, deyirlər ki, çox... Gülür. Gülür də, bu çox biraz ağır otursan, xanıma yaraşmayan hərəkətlər eləyir.
Mənim kimi biraz ağır hərəkət edirsən, deyirlər özündən razıdır. Mən də bilmirəm neyini. Sən ən yaxşı mahnı oxu. Bizi bu axşam gözəl nəğmələrinlə sevindir. Bu arada sənin bu üzüklərin mənim çox diqqətimi çəkdi. Tamaşaçılara göstərək. Bunu anladım da anladım. Bu nədir? Bunun mənası nədir? Bu nədir? Mən nəyə oxşadıram bunu? Sən özün nəyə oxşadırsan bunu? İnan ki, heç bilmirəm nədir. Amma çox maraqlıdır. Hər halda bir mənası vardır. Yəni bir açması mütləqdir ki, vardır. Soruşaram. Zeynəbin yeni mahnılarından yenə birini eşidəcəyik. Cənnətim özəldə. Özəl olaraq buyurun dinləyin, hamınıza xoş əyləncələr. Sevgi nedir bilmedim. Belə bir eşq filmlərdə görmədim. Mən boşuna o ürəyi sevmədim. Sənin yanında cənnətim. Cənnətim, hu cənnətim. Sənin yanında cənnətim. Cənnətim, kollarında cennetim. Yanımda olsan da bitmir hasretim. Biter ömrüm bitmez ki məhəbbətim. Kaçışın yok benimsen sen qismətim. Sen benimsen tekçe benim cennetim. Cennetim, hu cennetim. Senin yanında cennetim. Cennetim, hu cennetim. Senin yanında kollarında cennetim. Cennetim, hu cennetim. Senin yanında cennetim. Cennetim, hu cennetim. Senin yanında cennetim. Cennetim, hu cennetim. Senin yanında kollarında cennetim. Əla. Çox yaxşı. Gecənin bu vədəsində mənə də çox xoş təsir bağışladı bu mahnı. Çox qəşəng klipi var. Bu arada keyfiyyətli. Yəni ekran işi özü keyfiyyətlidir. Biz özəli davam etdiririk. Hörmətli tamaşaçılar, axşamınız bir daha xeyir olsun. Bu anda mən istəyirəm ki, bizim bu axşamki qonağımıza Zeynəb Həsəniyə verilişimizin baş sponsorundan, dadlı, ləzzətli Azərbaycan məhsulundan, Azərbaycanın çay markasından, Berqadan dadlı, ləzzətli çay çeşidləri, Berqanın müxtəlif çeşidlərindən hədiyyə edim ki, qoy onun da əhvalı xoş olsun. Çünki Berqanın belə bir özəlliyi var. Baxın nə yazır? Əhvalınızı dəyişdirəcək. Mən də sənə təqdim edirəm ki, sənin də əhvalın dəyişsin. Əlbəttə ki, müsbət tərəfə. Berqa ilə əhvalınızı dəyişdirin. Hörmətli tamaşaçılar, verilişimiz davam edərkən xüsusi sponsorumuzdan danışmaq istəyirəm. Dadlı, ləzzətli, sevdiyimiz verilişləri, sevdiyimiz filmləri daha maraqlı edən, doğma Azərbaycanımızın tarlalarından süfrəmizi əl dəymədən qablaşdırılaraq gətiriləndə düşünürəm ki, onu sevməyən yoxdur. Çünki o çipslərdir. Özü də ki, çipsləri tam təbii məhsul, orqanik bir məhsul və olduqca ləzzətli. Sənin üçün ən maraqlı... Sən bu hədiyyələrini elə eləyəcəksən, mən hər gün sənin verilişinə gəlmək istəyəcəm. Böyük məmnuniyyətlə sən yetər ki, gəl. Bunu da bizdən qəbul elə, zəhmət olmasa. Mən təşəkkür edirəm, nuş olsun. Verilişin baş sponsoru Berqa çayları. Xüsusi sponsor Çipsim çipsləri. Özəl.
Qayıtmadı al göyərçinin, qayıtmadı al göyərçinin. Gözəlliyi harasında, gözlərinin qarasında, buludların arasında gizlənirdi bir ağ göyərçin. Uzaqdan atmasaydılar daş, gözlərində olardı mı yaş? Bu təkliyə yavaş yavaş öyrənirdi bir ağ göyərçin. Uçdu hara al göyərçinin, bəxti qara al göyərçinin. Uçdu getdi qayıtmadı, qayıtmadı al göyərçinin. Ey könlüm onu unutmadı, o könlümü avutmadı. Uçdu getdi qayıtmadı, qayıtmadı al göyərçinin, qayıtmadı al göyərçinin. Bəli, biz özəli davam etdiririk. Studiyamızın ikinci mərtəbəsindəyik. Massimo Mebel'in xüsusilə özəl olaraq bizim üçün göndərdiyimiz kürsüdə qonağımız Zeynəb əyləşdi. Rahatdır yerimiz? Çox gözəl. Məncə də, çünki söhbətimizin belə maraqlı alınması üçün oturacağımız məkanın ab-havası və əlbəttə ki, divan krestomuz da rahat olmalıdır. Mən sizə bir sır açım. Deməli, Zeynəb qonaq gəldi bizə və qonaq gələndə birinci deyirlər çay içərsən də. Çay təklif elədik, süzdük onun üçün. Gəldim, gördüm ki, çayı hələ də boş qalır. Deyirəm, ay Zeynəb, bəs niyə çay içmirsən? Çay istədin. Deyir, mənim deyir, belə çayın rəngini görməliyəm, fobiyam var mənim belə görünməyən, çayın rəngini görünməyən fincana. Amma indi bizim belə qaşdı-maşdı, sən bardağımızda çay içməsən olmaz. Sən bir neçə dəqiqəlik bizim verilişdə üzə istiba qaynar bu dəqiqə. Maşallah, maşallah. Bu verilişə görə, yəni bu fobiyanı bir kənara at və söhbətimizi çay içə-içə davam etdirək. Sən mən məcbur edirsən ki, mən berqanı görünməz stəkanda içim. Yox. Düz deyirsən. Bax, onu düz deyirsən ki, Gərək berqanın görəsən gərək, berqanı. o ləzzətli gərək, o dadını duymaqla doğru. yanaşı, həm də onun pürrəngi rəngini görəsən. Çox sağ ol. Ay Zeynəb, gəl danışaq səninlə lap əvvəldən. Bax, dedin ki, uşaqlıqdan əslində rəqsə həvəsin var idi, amma sonradan yəni ifaçı olmağa qərar gəldim. Gəl, başlayaq ən əvvəldən, hansı ki, sənin ilklərindən, ilk səhnəndən, ilk mahnından, ilk klipindən, yəni insanın həyatında ilklər unudulmur axı. İlk məhəbbət, məsələn, mən indi onları danışmıram. Mən səni sırf ilk səhnə çıxışından, ilk klipindən, ilk mahnından istəyirəm danışasan bizə. İlk səhnə çıxışım əslində mən musiqi məktəbində oxuyurdum onda. Muğamda ifa eləyirdim. Amma həm də başqa bir Səttərxan adına musiqi kolleci var idi. Söküldü ora. Yəni indi heç bir əsər əlamət də yoxdur. Orada bir çox müğənnilər, məsəl üçün rəhmətli Şəfa da biz orada, mən uşaq idim, ora gəlirdi. Yəni bir çox müğənnilər, musiqiçilər də ora gəlirdilər. Mən orada pilləkəndə düşə-düşə, belə uşaq idim də balaca, 11 yaşım var idi belə. Oxuya-oxuya mahnı belə düşürdüm, qalxırdım orada. Bir də gördüm bir müəllim mənə dedi ki, sən nə gözəl səsin var. Deyirəm ki, hə müəllim də burada oxuyuram mən də. Dedi, sən konsertə çıxarsan belə. Dedim, mən mahnılar bilmirəm belə. Dedi ki, biz sənə öyrədəcəyik. Amma biz nə dedik, o da olmalıdır. Dedim, hə, yaxşı, qoy gedim evdə məsləhət alım. Getdim nəsə evdə atama, anama dedim. Gəldilər, onlar da danışdılar. Yəni, balaca kiçik uşağam da, əlbəttə ki, bu valideyn məsləhəti mütləqdir. Özüm qərar verə bilməzdim. Və çıxdım səhnəyə, onu bilirəm ki, mahnını oxudum. Yaşa mənim xalqım. Hə, onu oxudum. Heç nə yoxdur da, səhnənin arxasındayım, rahatçılıqdır. O ki, belə pərdə açıldı. Ayda, bir dənə belə-beləyəm də.
Həyəcan deyil də, yəni həyəcan deyil. Həyəcanı keçmişdi. İnsan necə nə bilim belə bir ki, buzlu bir havada belə geyinib durmusan. Diş bir-birinə dəyir, ay Allah, səsi tənzimləmək olmur. Deyirəm, ay Allah, özümə kimi elə, özümə kimi elə. Uşağam həm də. Və o boyda tamaşaçıların da qabağına çıxmaq. Mən də belə-belə qalmışam, belə-belə titrəyə-titrəyə qalmışam. İlk səhnəmdə elə oldum. Sonra müəllim məni arxaya baxıram, belə deyirəm, deyir, Allah ki, yəni ürəkləndim də. Biraz ikinci kupletdə biraz ürəkləndim. Ondan sonra elə səhnələrim oldu. Sonra getdim artıq toylar, ev şənliklərində ifa etməyə başlayanda 14-15 yaşım var idi artıq toyda ifa edəndə. Çox tez olmadı? Həyəcandır. Yox, 11 yaşımdan zaten mən başladım işləməyə. Restoranda işləyirdim. Günüzlər tezdən orta məktəbə gedirdim. Gün orta gəlirdim orta məktəbdən, tez əynimi dəyişdirdim, gedirdim musiqi məktəbinə, gün orta. Zeynəb, ailə durumunuz necə idi? Ailə durumumuz... O qədər də ürəşən deyildi. Zəif idi, zəif idi. Bəlkə də səbəb də elə o idi ki, sən də bir kömək eləyəsən ailəyə. Hə, yəni onu istədim. Əslində bəlkə heç onlar mənim ailə üzvlərim, atam-anam mənə vasitəçi oldu müğənni olmağıma. Böyük bacım hər gün aparıb gətirirdi. Amma yəni bilməzdi ki, mən sevməmişəm bu sənəti. Hə, mən heç vaxt sevməmişəm. Yəni mən bilməzdim ki, sevmədiyim bir sənətdən Allah mənə bu yolları açacaq. Sənə tamaşaçı sevgisi qazandıracaq, sənə hörmət qazandıracaq. Bəli, Allahıma sonsuz şükürlər olsun. Və deyirlər, bir şeyi ki, əziyyətlə əldə edirsən, o daha sənin üçün doğma olur və onun qədrini daha çox bilirsən. Çünki bunu əziyyətlə əldə etmirsən. Növbəti mahnı eşidək. Eşidək. Əslində mənim indi sənin bu danışdıqlarından ortaya tamam başqa suallarım da çıxdı. İlkləri birazdan davam etdirərik. Bu ilk mahnının, ilk klipin. Çünki elə o ilk səhnədən danışarkən elə maraqlı etiraflar etdin ki, söhbət başqa yerə yönəldi. Biz birazdan davam etdirəcəyik bu söhbəti. Hələliksə Zeynəb Həsənidən yenə gözəl bir mahnı Özəldə qarşılayın.
Hələ verilişimizin sonuna var, hörmətli tamaşaçılarımız. Bu sadəcə gözəl bir mahnı idi, dinləmiş olduq. Sonda oxuyan kim idi? Elçin Məhərrəmov. Mahnının sözlərini yazan. Bəstəsi də onunda onda yəqin ki. Bəli, yox, musiqi türkmən musiqisidir. Amma sözləri Elçin Məhərrəmov. Təşəkkür edirəm buradan da Elçin Məhərrəmov. Demək olar ki, bütün mahnılarımın sözlərini Elçin Məhərrəmov yazır. Salamlar buradan Elçinə. Bəzən belə olur ki, elə ifaçılar var, elə məşhurlar var ki, biz onları elə ekrandan tanısaq yaxşıdır. Yəni yaxınına gəldikdə peşman olarıq. Əlimiz yanar, ürəyimiz yanar və ona hətta biz ifaçı kimi bəlkə sayğı, hörmət duyurduqsa, amma tanıyandan sonra xasiyyətini o da itər gedər. Heç oldu mu zamanında sevdiyin, pərəstiş etdiyin bir ifaçını illər sonra sənətə gələndən sonra daha yaxından tanıdın və gözündən düşdün, məhz gözündən düşdün? O da bilirsiniz necə oldu. Yenə deyirəm, bayaq biz bu mövzu haqqında danışdıq. Biri var özünə hörmət etmək, biri də var ki, özündən razı. Mən özümə hörmət edən bir xanım olaraq daha çalışdım ki, qarşımdakı o müğənni xanımı başa düşüm. Bəlkə özünə o da hörmət edir. Amma yox, gördüm ki, çox aşırıdır, çox aşırı dərəcədə oldu və onun göstərdiyi o tavır. Nəsə, heç mənə xoş olmadı. Heç onu da ağlımdan sildim ki, nə o insana artıq nə sevgim qalsın, nə də nifrətim qalsın. Sildim ağlımdan. Kim ola bilər? Çox maraqlıdır. Hər halda sən özün bilirsən. Çox tanınmışdı. Gərək indi açım sənin müsahibələrini oxuyum, görüm hansı müğənniyə zamanında öz etiraflarını bildirmişsən, sevgi etiraflarını. Gərək baxım, araşdırım. Maraqlı gəldi mənə də. Zeynəbdən yenə gözəl bir mahnı deyək, tamam, mən çox, hamı mənə tanıyır ki, mən yəni qalmaqal eləməyi sevən, bilmirəm, yəni reyting üçün, veriliş üçün, yəni qonaqdır, istəyər cavab verər, istəməz canı sağ olsun, yəni mənim üçün əsas deyil, mənim üçün əsas tamaşaçıya gözəl bir axşam vəd etməkdir, musiqi ilə və bir də maraqlı söhbətlərimizlə. Məsəl üçün, mən bayaq kürsüdə əyləşərkən Zeynəb haqqında heç yerdə eşitmədiklərimi eşitdim, bilmirəm, etiraf onları demişdimmi hardasa, demisənmi? Mənim özümə də çox maraqlı oldu. İndi ürəyindən nə keçir? Bax, bu anda hansı mahnını ifa etmək istəyirsən? Edam da ola bilər əslində. Edam? Olsun edam. Olsun. Bu arada ürəyin düzdür sənin. Bizim Asiya rəqs qrupu da bu mahnıya çox gözəl bir rəqs hazırlayıblar. Yerinə düşdü. O zaman dinləyək. Özəldə Zeynəb Həsəni qonağımızdır. Axşamınız bir daha xeyir olsun. Arızların
sual verəcəm. Bilirəm ki, sən sözü üzə deyən insansan. Yəni bu sən Ona görə də xasiyyətindir. sevmirlər. Narahat olma, olsa sözü deyən insanları sevmirlər. Və elə insanlar var ki, heç cürə başqa cür ola bilmirlər. Yəni deyir, palaza bürün, el ilə sürün. Məsəl üçün, mən şəxsən öz adıma danışıram. Baxıram, məsəl üçün, uğur qazanan insanlara, pul qazanan insanlara deyirəm ki, yox, mən o üsulla bunu edə bilmərəm. Yəni, istəyirəm, deyirəm, qərar verirəm ki, mən də onlar kimi olacağam, amma ola bilmirəm. Yəni, o həmin anda verilən qərardır və həmən vaz keçirəm. Çünki görürəm ki, mənim daxili dünyam icazə vermir də bunu olmağa. Sual verəcəm və bilirəm ki, səmimi cavab alacağım səndən. Çox təəssüf olsun ki, bizim show biznes nümayəndələrinin, biz aparıcıların, hamının gəlir mənbəyi məhz toylarımızdır, büsatlarımızdır. Heç istərdinmi, məsəl üçün, toya getməyəsən? Albomlardan qazanasan, konsertlərdən qazanasan, nə bilim, rəqəmsal platformada mahnılarının satışından qazanasan. Bizdə o yoxdur axı, bizdə o imkanlar yoxdur. Bizdə hal-hazırda bütün gəlir toya bağlıdır. Bəli. Çünki bizdə konsert ancaq toparlayır bir müğənni, neçə ildən bir dənə konsert verə bilir. O da ki, gəlirlər də, gəlmirlər də, az da olur, çox da olur. Amma toy elədir ki, sən bilirsən ki, bu kütlə səni toya dəvət eləyəcək. Çünki bizdə demək olar ki, toy bazarıdır da, belə deyək. Konsert yoxdur. Hətta ən pik ulduzumuzdan ən gəncinə qədər hamısı toy. Bir-iki nəfər mən deyə bilərəm ki, ümumi musiqi dünyası, Azərbaycan musiqi dünyasında daha çox... Onu da yəqin ki, dəvət etmirlər, getmir. Yəni buna əmin olun ki, vallahi elə müğənnilər var ki, bu nədir? Bunlar toy müğənniləridir. Belə bir ifadə işlədir. Hə, toy müğənniləri adlı bir fraza var, belə ayrı bir. Amma sonra baxırsan və elə pis, belə çirkin bir ifadə kimi işlədirlər ki, bunlar toy müğənniləridir. Toy birincisi eyib bir şey deyil. Toyda ifa etmək hər müğənninin işi deyil. Pul qazanmaq özü, düzgün yolla pul qazanmaq özü bir ayıb bir şey deyil. Bəli. Yəni mən durub səndən pul istəməyim eyib olar, yoxsa gedim toyda mahnım oxumağım eyib olar? Əlbəttə ki, səndən pul istəməyim. Heç kim də özünü zorla toya salmır ki. Valla mən necə ev yəsinə, necə zəng eləyim ki, məni toya çağırın? Yox. Və toya da dəvət almaq, sən artıq kütləni də təhqir etmiş olursan. Bu insan, düzdür, mənə bu zamana qədər buradan bütün sənətkarlarımızı da salamlayıram ki, mənim haqqımda yaxşı, pis danışıbsa, düzdür, pis danışan olmuyor. Mən dinləmişəm, mənə göndəriblər, baxmışam da. İnşallah ki, bundan sonra da olmaz, amma bəzən qoşurlar o dəstəyə, deyirlər ki, toy müğənniləri. Yəni, toy birincisi eyib bir iş deyil, sənin də toyun olub. Həmən o qınayan insanın, onun da toy olub. Sənin qardaşının da toy olur və toyda mən nə qədər edam oxuyum, nə qədər edam ritmli mahnı oxuyum. Bizim də xalq mahnılarımıza nə qədər o insanlar oynasınlar. Valla insanları qınamalı deyil. Mən oxuyaram xalq mahnısı, dinləyəcəklər. Amma toyun ortasına qədər. Toyun ortasından sonra sözü də yaxşı bilirsin. Başqa mahnılar istəyirlər, insanlar rəqs etmək istəyir. Nə qədər olar ritmi aşağı mahnı və yaxud da həzin mahnı və yaxud da estrada mahnı. Axı bizim milli, bu 6-8 bizim milli ritmimizdir. Bunu da yaxşı... Bizim klassik bəstəkarlarımız 6-8 ritmdə mahnılar yazıblar. Yəni, burada eyib bir iş yoxdur. Ələkbər Tağıyev, Tofiq Quliyev yazıblar. 6-8 eşidən kimi deyirlər ki, və mən bu mahnılarla ola bilər, bəlkə gəncləri pisləmələrinə görə, və mən 6-8 oxudum, məsəl üçün, Göyərçin. O çox gözəl 6-8-dir. Çox qəşəng. Yəni 6-8-in nəyi pisdir? Amma yeni nəsil 6-8-i ifa edən də qəbul etmirlər. O da var. Nəsə qəbul etmirlər, belə pis qəbul edirlər. Bəs mən bu 6-8-i oxumalıyam, yoxsa yox? Bəli, oxumalısan. Söhbət elə 6-8 ritmindən düşdüsə, Baloğlan Əşrəfovun repertuarından nə Bənövşə, nə Qızılgül heç biri səni əvəz eləmədi. Eləməz. Yəni, bu yaxınlarda da bir neçə bunun Ağdadaş Ağayev qonağımızdır. Buradan çoxlu salamlar, sayğılar. O da oxumuşdu bu mahnını. Onda sevmişdim mən bu mahnını. Biz danışdıq Ağdadaş müəllimlə. Deyir, qızım, sən çox gözəl oxumuşsan. Dedim, estağfurullah, biz sizin kimi sənətkarlara dinləyib oxuyuruq. Buradan da salamlayıram Ağdadaş müəllimi. Və mən də ifa elədim. Bu da 6-8-də, yəni... Olsun. Dinləyək, mənim üçün də çox maraqlıdır Zeynəbin yorumunda bu mahnı. Buyur.
Təbii ki, deməyim ki, kim oxursa oxusun, amma mahnı özü çox gözəl mahnıdır və bu studiyada artıq ikinci ifaçıdır ki, bu mahnını oxuyur. Ağdaş Ağayev və Zeynəb Həsənli bu axşamki qonağımız. Bu mahnıya görə sənə təşəkkür edirəm ki, bu mahnını bugün sən öz repertuarına saldın və özəldə təqdim etdin. Çoxdan ifa eləmişəm. Sevirəm yəni bu mahnını. Mən də çox sevirəm bu mahnını. Hörmətli tamaşaçılarımız, özəl davam edərkən bir daha baş sponsorumuz haqqında danışmaq istəyirəm. Həmişə məndə xoş əxlaq yaradan və düşünürəm ki, sizdə də belədir. Çünki o Azərbaycanın çay markası olaraq, çay brendi olaraq hər evdə vardır. Söhbət Berqa çaylarından gedir. Rəngi, qoxusu, müxtəlif dad çeşidləri ilə insanda fərqli hisslər və fərqli duyğular yaradan Berqadan bu yay mövsümündə də yeniliklərə hazır olun. Bəlkə də biz yeganə xalqıq ki, yəni çayı bu qədər çox sevirik. Hətta yayın istisində belə çay içirik. Yəni mən yuxudan durdumsa, birinci çay içməliyəm. Çay içməsəm həmən gün keyfim olmur. Berqa çayları. Təşəkkürlər bizimlə olduğunuz üçün. Verilişimizin xüsusi sponsoru isə yenə bir Azərbaycan məhsulu, Azərbaycan brendi, doğma Azərbaycanımızın tarlalarından süfrəmizə əl dəymədən qablaşdırılaraq gətirilən çipsləridir. Onun da müxtəlif çeşidləri vardır. Tomatlı, pendirli, şüydlü, sadə, kebab, soğanlı, istədiyiniz çeşidi seçməklə sevdiyiniz verilişləri, sevdiyiniz filmləri maraqlı edə bilərsiniz. Az yaşlılar xüsusilə çipsləri çox sevirlər, amma valideynlər deyirlər, yox, olmaz, bilmirik nədən hazırlanırlar. Biz, şəxsən mən öz gözümlə şahid oldum ki, bu ləzzətli, dadlı çipslər necə hazırlanır? Tam təbii kartofdan əl dəymir, qablaşdırılır və süfrənizə gətirilir. Nuş olsun. Verilişin baş sponsoru Berqa çayları. Xüsusi sponsor Çipsim çipsləri. Özəl. Əziz və hörmətli tamaşaçılarımız, Doğma ARB TV-də özəl davam edir. Artıq bu dəqiqələrdə Zeynəb Həsənli ilə olan özəli Özəl Medianın YouTube səhifəsində yüksək 4K keyfiyyətdə izləyə bilərsiniz. Mən Zeynəbə təşəkkür edirəm. Bugünkü axşamımızı, bugünkü proqramımızı öz mahnıları ilə daha da maraqlı etdiyi üçün, sənin də bu proqram üçün bizim özəl tamaşaçılarına sözün varsa buyura bilərsən. Təşəkkür edirəm, yenə minnətdaram sənə əzizim dəvət etdiyin üçün. Çox xoş oldu, çox yəni bilmədim necə başladı, necə bitdi, amma çox xoş oldu. Əsas oldu səndən bildik ki, sənətdən danışırıq, sənətimizdən danışırıq. Qalmaqallara toxunmadıq, çox gözəl. Toxuna bilərdik, amma toxunmadıq. Çünki belə də yəni veriliş aparmaq var imiş, olur. Hə? Yəni bunu sübut etdin sən. Təşəkkür edirəm sənə belə şərait yaratdığın üçün bizim kimi müğənnilərə. Çox sağ ol, minnətdaram. Və tamaşaçılara təşəkkür edirəm bizi izlədikləri üçün. Minnətdaram, hər zaman var olun, bizi sevin və sevərək izləyin. Biz yavaş-yavaş, aram-aram verilişi bitiririk. Bir də səni aram-aram. Bir də səni aram-aram, amma biz səni bir də gözləyirik bu proqramda. İnşallah. Təşəkkürlər. Gecəniz xeyrə qalsın, yenidən görüşmək ümidi ilə.
aramaram, aramaram. Yavaş yavaş belki seni unuturam. Sen hardasan ben hardayam. Aramaram, andım olsun bir de seni aramaram. Yalan dedim, yalan dedim. Seni çetin unudaram. Darıxsan gel, ben buradayam. Verilişin baş sponsoru Berga çayları. Xüsusi sponsor Chipsim chipsləri. Özəl